Buralar təhlükəli yerlərdir, razıyam. Amma mən yaxşını pisdən ayırdığım gündən bu torpaqları sayısız hesabsız insanların ziyarət elədiyinin şahidiyəm. Əvvəllər mən də bilmirdim bu insanlar ne üçün bura gəlirlər. Piyada, maşın və ya təyyarə ilə heç bir çətinliyə və təhlükəyə baxmayaraq. Amma indi bunun böyük sevgi və bağlılıq olduğunu hesab eləyirəm. 1300 ildən çoxdur ki, bu torpaqları dünyanın müxtəlif yerlərindən gəlib ziyarət eləyirlər. Onların ne üçün gəldiklərini özlərindən soruşmaq daha çox məqsədə uyğun olardı. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Əslində Bağdada gedirdim. Heç də təəccüblü deyil ki, İraqda nəsə problem var. Səfərim Şələmçə sərhədindən Şafi şəhərinə oldu. Özüm fotoqrafam. Amma hərdən yaxşı kadrlar olanda videoya da çəkirəm. Bu qədər insanı bir yerdə görəndə çox təəccübləndim. Yol boyu rituallar və insanların qarşılıqlı sevgisinə inanmaq çox çətin idi. Gördüklərim sadəcə tarixi filmləri xatırladırdı. Xanımların çoxlarının heç gözləri belə görünmürdü. Bu hal, bu geyim təkcə teatral səhnələrdəki xanımlara aid deyildi. Səfərimin maraqlı olacağı elə ilk gündən gördüyüm teatral səhnələr və tarixi hadisələrdən bəlli idi. İkinci gün Şafi şəhərindən Şamiyə şəhərinə yola düşdüm. İraqlılar ziyarətçiləri evlərində qonaq saxlamaq və onlara xidmət etmək üçün yol boyu çox çalışırdılar. Mənim adım Seyid Heydərdir. Şamiyədə yaşayıram. Şamiyə şəhərindən keçib, ziyarət üçün Nəcəfə, Kərbəlaya gedənlərə xidmət eləməyi özümə vəzifə bilirəm. Həzrət Əlinin, Həzrət Hüseynin, digər imamların və şəhidlərin qonaqları bizim qonaqlarımız sayılır. Allaha şükürlər olsun ki, nə qədər gücümüz və imkanımız var, bu yolda insanlara xidmət eləyəcəm. Çünki bu mənim müsəlmanlıq vəzifəmdir. Gəldiyinizə və evimizdə qonaq olduğunuza görə sizə təşəkkür eləyirəm. Allah köməyiniz olsun. Sağ olun. Yolumuz davam eləyir. Şamiyədən Nəcəf şəhərinə getməyi planlaşdırırdım. Səhvən Kufə şəhərinə getdim. Yenə də maraqlı səhnələrin şahidi oldum. İnsanların zahirən bərbad görünən yerlərdə xoş əhval-ruhiyyədə və enerjili olmaları çox təəccüblü idi. Mənə kömək eləyib Nəcəf şəhərinə gətirdilər. Kufədə idman müəllimi işləyirəm. Eyni zamanda Hüseyin xidmətçisiyəm. Bu günlər xüsusi günlərdir. Dünyanın hər yerindən müsəlmanlar Həzrət Hüseynə salam deyir. Piyada Həzrət Hüseynin şəhid olduğu şəhərə, Kərbəla şəhərinə gedir və bu qəmli günlərə şərik olduqlarını bildirirlər. İnsanların axını bitmir. Mən də yorulurdum. Amma yol kənarında ziyarətçilərin masaj olunduğunu görəndə soruşdum. Bunu niyə eləyirsiniz? Bu işi görməyə sizi nə vadar eləyir? Adını soruşdum. Adım Ziyadır dedi. Ziyaya bunu niyə elədiyini sual verdim. Cavabında isə bilirsiniz nə dedi? Yalnız Hüseyin eşqindən. Hüseyin eşqindən. İnanmaq çox çətindir. Yol boyu insanlara yemək və içkiləri pulsuz paylayırdılar. Nəcəf şəhərinə çatırıq və növbəti musiqili rituallar. Kufədən Nəcəf şəhərinə gəldik. Yol uzun deyildi və təbii ki, yolun yarısına bizi maşınla gətirmişdilər. Nəcəfdə hər kəs ya Əli, Əli mədəd sözlərini deyib gəzir və ağlayırdılar. Günün müxtəlif vaxtlarında yemək və müəyyən ehtiyaclar üçün xüsusi insanlar yol kənarına çıxıb piyadaları yeməyə və istirahətə dəvət edirdilər. Soruşanda özlərini Hüseyin xidmətçisi kimi təqdim edirdilər.
Çalışırıq şəhərimizdən keçən ziyarətçiləri razı salaq. Onlara xidmət göstərib, Allah qarşısında vəzifəmizi icra eləyirik. İl ərzində çoxlu qonaqlarımız olur. Pakistan, İran, Türkiyə, Almaniya, Hindistan və hətta Amerika qitəsindən qonaqlar Həzrət Hüseyni ziyarətə gəlirlər. Ərbəyində isə daha çox insan İraqa gəlir. Bu, Hüseyin bərəkətinin göstəricisidir. Salam olsun Hüseynə. Adım Hüseyndir, İraqlıyam. Bacardığım dərzilik eləməkdir. Gördüyünüz kimi köhnə tikiş maşınım var. O mənə kömək eləyir. Mən də Hüseyin xidmətçisi olmaq niyyəti ilə Allah dərgahında hörmətlilərdən olmaq üçün ziyarətçilərin sökülən çantalarını, geyimlərini tikməklə məşğulam. Salam olsun Əba Əbdillah Hüseynə. Gəlib çatdım tibb məntəqəsinə. Təsəvvür edirsiniz, ilkin yardım göstərmək üçün hər bir şərait var idi. Bu gördüyünüz tibb məntəqəsi təkcə ziyarətçilərə xidmət göstərmir. Bu pulsuz tibbi xidmət yerli əhali üçün də nəzərdə tutulub. Yol uzundur. Piyadalar səhhətlərində müəyyən problemlərlə müraciət eləyirlər. Xidmət göstərmək özümüzə də müsbət enerji verir. Sizə də yaxşı yol, səhhətinizə fikir verin. Kərbəlaya gedən yol o qədər maraqlı idi ki, hər gördüyümün şəklini və ya videosunu çəkmək istəyirdim. Demək olar gecələdiyim bütün məntəqələrdə belə maraqlı rituallar görürdüm. Soyuqda bayıra çıxıb, ya Əba Əbdillah, ya Hüseyin, Abbas, ya Abbas kimi sözləri deyən bu insanlar yatıb sabahki uzun yola da enerji saxlaya bilərdilər. Bu yol o qədər əzəmətli yoldur ki, söz də demək mümkün deyil. Bizə dərviş deyirlər, tərki dünya insanlarıq deyirlər. Allahın hədiyyəsi olan Hüseyin sevgisini heç bir dünyalara dəyişmərəm. اگر به قبله رو کنم به عشق روی تو کنم اقامه صلات را به گفتگوی تو کنم یا علی یا علی. Çox qəribə görünür. Hər kəs sevgidən danışır. İmam Hüseyin o kəsdir ki, qəlblərdədir və heç bir şəxs ona olan sevgiyə ölçü verə bilməz. Hüseyin inqilabı 1381 il əvvəl baş verməsinə baxmayaraq, o gündən bugünə kimi haqqı deyənlər, zülmə baş əyməyənlər, izzətlə yaşamağa üstünlük verənlər 1381 ildir, ya Hüseyin deyirlər. Və bu yolu heç görmədikləri, zahirən görmədikləri Hüseynə görə gedirlər. Köhnə tikiş maşını ilə hər kəsə böyük sevgi ilə xidmət edən və özünü Hüseyin nökəri adlandıranlardan biri. Həzrət Peyğəmbər olmasaydı, İslam olmazdı. Hüseyin olmasaydı, bugün İslamı tanımazdıq. Hüseyinə təşəkkür eləmək üçün ziyarətçilərə mən və dostlarım xidmət eləyirik. Allahın salamı Muhammədə və onun pak əhl-i beytinə olsun. Yol boyu onların çətinliklərini asanlaşdırmağa çalışırıq. Allah bütün çətinliklərimizi asanlaşdırsın. Amin. Salam olsun Allahın yolunda şəhid olanlara. Dünya tarixində çoxlu ideoloji inqilablar olub. Bu inqilabları insanlara müxtəlif tədris ocaqlarında öyrətməyə çalışırlar. Amma Kərbəla elə inqilabdır ki, bu inqilab insana ana bətnində öyrədilir. Yol boyu ziyarətçilərə müxtəlif növdə xidmətlər göstərirdilər. Hətta çöllüyün ortasında mobil rabitənin belə çox çətinliklə qurulduğu yerdə telefon xidmətləri var idi. İraq təhlükəli yer olduğundan ziyarətə gedənlər evlərinə zəng eləməli idilər. Mən də dostuma zəng elədim. Burada baş verənlərdən bəzi maraqlı hadisələri ona danışdım. Bugünə kimi İslam haqqında olan bilgilərim tamamilə İslamdan fərqli şeylər imiş. Bircə onu bilirdim ki, İslamın yaranması Məhəmməd Peyğəmbərin adı ilə bağlıdır və bunun kimi bəzi qısa məlumatlar. Nə Nəcəf, nə Kərbəla, nə Bağdad, nə də Samirə şəhərində ziyarətlər olunan böyük İslam rəhbərləri barəsində heç bir məlumatım yox idi. Bu səfər mənə qeyri-adi, ağla gəlməz eşq hekayəsini sərgilədi. Bu yolda qocalar, uşaqlar, xəstə insanlar, əli uşaqlı qadınlar üçün heç bir maneə yox idi. Burada gecələri də, gündüzləri də, soyuqda da, istidə də
öz hədəflərinə çatmaq üçün Hüseynlərinə doğru gedirdilər. Bu hadisələrin şahidi olmağım məndə müəyyən suallar yaratdı və ona görə də Hüseyn inqilabını araşdırdım. Bu eşitdiyim hadisələr təkcə müsəlmanların danışdıqları idi. Bəlkə də zaman-zaman insanlar Hüseynin dəyərini qabartmışdılar. Müxtəlif araşdırmalar apardım. İslam alimlərinin deyil, dünya şöhrətli siyasi xadimlərin və qeyri-müsəlman alimlərinin Hüseyn inqilabına böyük dəyər verdiyinin bir daha şahidi oldum. Charles Dickens yazır: Əgər Həzrət Hüseynin qiyam etməkdə məqsədi öz dünyəvi istəklərinə çatmaqdırsa, mən başa düşə bilmirəm ki, nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak eləmişlər. Ağıl belə hökm edir ki, o yalnız İslam yolunda bu fədakarlığı edib. Mahatma Gandhi, Hindistanın dövlət xadimi. Mən Həzrət Hüseynin, İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam və kifayət qədər Kərbəla tarixinin səhifələrinə diqqət yetirmişəm. Mənə aydın olub ki, əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, gərək Həzrət Hüseyndən örnək alıb, onun yolu ilə getsin. Thomas Carlyle, filosof. Kərbəla faciəsindən aldığımız ən gözəl dərs odur ki, Hüseyn və onun silahdaşları Allaha necə möhkəm bir imanla bağlanmışdılar. Onlar öz əmanətləri ilə sübut etdilər ki, haqq ilə batil üz-üzə dayandığı bir məqamda, batilin sadəcə üstün olmasının heç bir əhəmiyyəti yoxdur. Hüseynin bu azlıqla mənəvi qələbəsi məni heyrətə gətirdi. Edward Brown, tarixçi. Görəsən elə bir şəxs tapılarmı ki, Kərbəla hadisəsini eşidəndə ürəyi qanla dolmasın? Hətta qeyri-müsəlmanlar bu İslam bayrağı altında həyata keçən bu müharibənin pak ruhunu inkar eləməyi bacarmazlar. Marbini, Alman filosofu. Müsəlmanların bir millət kimi mövcudluğu Hüseyn şəhadəti ilə bağlıdır. Ona görə ki, Hüseyn eşqi ilə yanan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz. Morris Dockberry, yazıcı. Əgər tarixçilərimiz bugünün həqiqətlərini dərk edib anlasaydılar, Hüseynə əza saxlamağı ağılsız bir hərəkət kimi qiymətləndirməzdilər. Bu yeri tikməkdə məqsədimiz İraqa səfər eləyib, Əhl-i Beyti ziyarət eləyənlərə xidmət göstərməkdir. Burada ziyarətçilər üçün istirahət eləməyə normal şərait qurmuşuq. Bu tikili gördüyümüz kimi İraq folkloruna əsaslanaraq mütəxəssislər tərəfindən çox incəliklə və Allahı zikr eləyərək hazırlanıb. Yol kənarlarına diqqət yetirsəz, ziyarətçilər üçün buna bənzər çox yerlər olduğunu görə bilərsiniz. Onlar da ziyarətçilərə xidmət məqsədi ilə müxtəlif növ tikililər hazırlayıblar. Amma bu gördüyünüz tikili təbiətin bir hissəsini xatırladır və insana bura daxil olarkən Əhl-i Beytin nuraniyyətini və təbiətin gözəlliklərini hiss elətdirir. Yəqin ki, siz də bunun şahidi oldunuz. Buranı hazırlayanlardan biri də mənəm. Allaha şükür olsun. İmam Hüseyn əleyhissalam inqilab eləməklə böyük mənəvi miraslar qoyub. Onun irsi qarşısında nə inəsəyi də azdır. Bugünə kimi tanımadığım Hüseyn çox böyük şəxs imiş. İslam yaradıcısı Məhəmməd Peyğəmbərin nəvəsi. Qızı Fatimənin ikinci oğlan övladı. Böyük qardaşı İmam Həsən, kiçik qardaşı Abbas, bacısı isə Zeynəb olub. Adlarını çəkdiyim bu şəxslər haqqında deyilənləri yazsam kitablar, danışsam zaman bəs eləməz. Bu eşq hekayəsini sevməmək mümkün deyil. Böyük tarixi nəhənglərin atası, Nəcəf şəhərində ziyarət edilən böyük sərkərdə, Məhəmməd Peyğəmbərin silahdaşı və yaxın dostu Əli ibn Əbu Talib olub. Bax, gördüyünüz bu yerdə istirahət eləməyə qərar verdik. Amma biz istirahət edərkən də insanlar Kərbəla səhralarına olan hicrətini, yəni öz səfərlərini davam etdirirdilər. Bu səhnə mənim üçün çox təsirli səhnə idi.
uşağın təkərsiz arabada elədiyi yolculuq. Biz İmam Həsən xidmətçisiyik. Nəcəf Əşrəf şəhərindənik. İmam Həsən Əhl-i Beytdəndir. Biz də çalışırıq ki, İmam Həsənin əxlaqını davam elətdirək və İmam Hüseyn zəvvarlarının xidmətində dura bilək. Zəvvarlara məxsusi ərəb kofesi verməklə onların əhval-ruhiyyəsini qaldırırıq. Çünki bəzi zəvvarlar gecələri yatmırlar və yaxud az yatırlar. Bu səbəbdən gündüz yol gedərkən yuxu onların bu eşq səfərlərinə mane olmaması üçün tünd qəhvə onların yorğunluqlarını, yuxularını aradan qaldırır və öz hədəflərinə tez bir zamanda çatmaq üçün köməkçi olur. Biz də istirahət eləmədən bütün gecələrimizi və gündüzlərimizi İmam Hüseyn əleyhissalamın zəvvarlarına xidmətdə durmaqla keçiririk. Biz bu işi İmam Hüseynə və Əhl-i Beytə xatir eləyirik. Nəcəfdən Kərbəlaya yollandıq. Nəcəfdə çoxlu səhnələri gördüm ki, onların hamısını göstərmək mümkün deyil. Nəcəflə Kərbəla arasında Heydəriyyə şəhərində çoxlu səhnələrin şahidi olduq. Bu sənədli filmi İmam Hüseyn kanalı üçün hazırlayırıq. Biz İrandan gəlmişik və Kərbəla səmtinə doğru böyük həyəcanla gedirik. Ləbbeyk ya Hüseyn. Hüseyn əleyhissalamı ziyarət eləməyi həmişə arzu eləmişəm. Allaha şükür, bu arzum yerinə yetdi. İndi Hüseynin ziyarətinə gedirəm. Salam olsun Hüseynə. Livandan gəlmişik. Təxminən 600 nəfərik. Aramızda qocalar, qadınlar və uşaqlar var. Hər kəs səbirsizliklə İmam Hüseyn əleyhissalamı ziyarət eləmək istəyir. Neçə ildir ki, Ərbəyin zəvvarlarının xidmətindəyəm və ümid eləyirəm, bu mənim axırıncı ilim olmayacaq. Hər il böyük sevgi ilə Ərbəyini gözləyirəm. İmam Hüseyni tanımaq üçün gərək ya Aşurada, yəni Məhərrəm ayının 10-unda, ya da Ərbəyində özünü Kərbəlaya yetirəsən. Kərbəla müsəlmanların doğma vətənidir. Müsəlmanların kökü Kərbəlaya qayıdır. Əgər diqqət eləsəz görərsiniz ki, şəriətimizdə Kərbəlada İmam Hüseynin hərəmində namazı həm tam, həm də qəsr halında qılmaq olar. Bilirsiniz nəyə görə belədir? Çünki Ərbəyində dünyada olan bütün müsəlmanlar öz vətəninə qayıdırlar, yəni Kərbəlaya qayıdırlar. Bura həm də bizim vətənimizdir. Bismillahirrahmanirrahim. Adım Fərzaddır. Beynəlxalq İmam Hüseyn kanalındanam. Bizim kanal 3 dildə fəaliyyət göstərir. Yəni kanal 3 bölmədən ibarətdir. Birinci bölmə ərəb dilində, ikinci fars dilində, üçüncü bölmədə ingilis dilində fəaliyyət göstərir. Biz də burada İmam Hüseyn əleyhissalamın ziyarətinə piyada gedən milyonlarla insanlar barəsində informasiya toplayırıq. Qəribə hava var. Həm soyuqdur, həm də günəş yandırır. Gördüyünüz xanımlar da təndir adlandırdıqları xüsusi vasitə ilə çörək bişirib insanlara xidmət göstərirlər. Əllərini odun içinə salaraq çörək hazırlayırlar. Açıq aydın görünür ki, bu çox çətin işdir. Soruşdum, niyə bu işi görürsünüz? Həm də pulsuz. Biz Nəcəfül Əşrəf şəhərindən gəlmişik ki, İmam Hüseyn əleyhissalamın zəvvarlarının xidmətində olaq. O Hüseyn ki, hidayət çırağı və nicat gəmisidir. O Hüseyn ki, özünü və öz ailəsini, yaxınlarını, tərəfdarlarını, hamısını İslam və müsəlmanlar üçün fəda elədi. Salam olsun Hüseynə. Çox təəccüblüdür. Əgər desək ki, bu uşaq və anası Nəcəf şəhərindən Kərbəlaya doğru yola düşürlər, o deməkdir ki, bu gördüyünüz uşaq 80 kilometr yeşiyin içində və anası onu dartaraq eşq vətəninə doğru aparır.
Biz Fransadan gəlmişik. Fransadan İranın Məşəd şəhərinə, Həzrəti İmam Rızanın ziyarətinə, oradan da hamılıqla Nəcəf şəhərinə və Kərbəla şəhərinə doğru gəldik. İnşallah biz də şəhidlərdən olarıq və İmam Hüseynə qoşularıq. Salam olsun Hüseynə, salam olsun Kərbəla şəhidlərinə, salam olsun Peyğəmbər və onun pak əhl-i beytinə. Bunlar isə masajla zəvvarlara, yəni ziyarətçilərə öz məhəbbətlərini izah edirlər. Allah əcrimizi versin. Aqibətimiz xeyirli olsun inşallah. Bu əməllə bilirəm ki, əcrimizi alacağıq, müvəffəq olacağıq. Bura müsəlman ölkələrindən çoxlu insanlar gəlirlər. Hamısı Peyğəmbərin dostlarıdır. Bizim də dostlarımızdır. Bismillahirrahmanirrahim. Müsəlman bacı və qardaşlarıma salam olsun. Yoldaşımla mən Kanadadan gəlirik. Nəcəf şəhərinə gəlmişik və Nəcəf şəhərindən milyonlarla insanlarla bir yerdə Kərbəla şəhərinə doğru hərəkət edirik. Məhəmməd Peyğəmbər İmam Hüseyn barəsində demişdi: kimin qəlbi İmam Hüseyn eşqi ilə yansa, o heç bir zaman sönməz. Salam əleykum. Adım Rüqəyyədir. Kanadadan gəlmişəm. Nəcəf şəhərinə. Kərbəla şəhərinə ilk səfərimdir. İraq torpaqlarında birinci dəfəyəm. Və ilk dəfədir ki, bu qədər insanla ziyarətə gedirəm. Çox sevinirəm. Seyid Heydər həkimin piyada karvanı ilə səfərə çıxmışıq. Artıq Nəcəfi keçmişik. Kərbəla istiqamətində gedirik. Biz təxminən 4500 nəfərik. Artıq 3-cü dəfədir ki, İraqa gedirik. Bu yolçuluğun eşq səfəri olduğunun bir daha şahidi oldum və özümü çox xoşbəxt hiss eləyirəm. Ağlamaq insanın qəlbini sakitləşdirir. Bu aylarda ağlamamaq qətiyyən mümkün deyil. Bioloji olaraq heç bir bağlılığımız olmadığı halda. Hüseynin bu eşq hekayəsinə insanlar həm ağlayır, həm də Hüseynə səninlə deyirlər. Salam əleykum. Adım Əbul Qasimdir. Əslən Kenyalıyam, amma İngiltərədə dünyaya göz açmışam. Dostum və qardaşım Abbasla Londondan gəlirik. Bura gəlməyimizin əsaslı səbəbləri var. Qısaca olaraq onu demək istəyirəm ki, Əli oğlu Hüseynin qəhrəmanlıq və eşq məktəbi üçün hara getsən nicat taparsan. Salam əleykum. Mənim adım Mürtəzadır. Londondan gəlmişəm. Nəcəf şəhərindən, Singapurdan və Hindistandan olan dostlarımla piyada Kərbəla şəhərinə gedirik. Dünyada insanların çoxu İmam Hüseyndən məlumatsızdılar. Amma xeyirlə şərin daim mübarizəsindən xəbərdardılar və bilirlər ki, xeyir mütləq qələbə qazanacaq. İmam Hüseyn əleyhissalamın da böyük qələbəsi Kərbəla hadisəsidir. Tarix boyu çoxlu ideoloji inqilablar olub. İnsanlar bu inqilabları oxuyub əzbərləyirlər. Sonra isə unudurlar. Hüseyn inqilabı 13 əsr öncə baş verib və dəfələrlə müəyyən səbəblərə görə bu hadisəni tarixdən silməyə çalışıblar. Yaxşı, bəs nə üçün unudulmuş? Çünki bu hadisə təkcə inqilabdan ibarət deyil. Bu mənəvi irs insan yaşadıqca yaşayacaq və yaddaşlara həkk olunacaq. Çox sağ olun, təşəkkür edirəm. Sözə gəlməz sevgi qəlbimin içindədir. Adım Əfruzə Balaxa, Tehrandan gəlmişik. 72 nəfərdən ibarət xanımlarla 3 gündür ki, Nəcəfdən Kərbəlaya gedirik. Yol boyu maraqlı hadisələri qeyd edirik və universitetin kurs işi üçün materiallar toplayırıq. Mövzu az yaşlı uşaqlardan və analardan bəhs edir.
Hüseyni çox sevirik. Hər zaman çalışırıq ki, Əhl-i Beytin kədərinə kədərlənək, şadlığına sevinək. Salam əleyküm, adım Abbasdır, Londondan gəlmişəm. Allaha şükür eləyirəm ki, mənə Hüseynlə görüşmək üçün şərait yaratdı. Həmişə bu yolu piyada gedəcəyimi xəyal eləyirdim. Şükürlər olsun, buna görə Allahıma minnətdaram. Salam olsun sənə ey Allahın rəsulu. Salam olsun sənə ey Allahın dostu Əli. Salam olsun sənə ey şəhidlərin ağası Hüseyn. Salam olsun sizə ey Kərbəla şəhidləri. İmam Hüseyn öz canın xətərə saldı. Öz övladının, öz yaxınlarının, öz ailəsinin, ən əzizlərin belə xətərə saldı. Təhlükəyə atdı. Nəyi qorusun? Dini qorusun. Qur'anı qorusun, İslamı qorusun. Necə ola bilər ki, bir şəxsiyyət öz canın, öz Əli Əsxərin, öz Əli Əkbərin, öz cavanın ən körpə südəmər Əli Əsxərin belə ailəsinin əsir olmağına razı olur, biz onun yolunda öz canımızı niyə tərk atmıyıq? Biz görürük Kərbalada Həzrət İmam Hüseyn əleyhissalam canından keçdi, ailəsindən keçdi, evladlarından keçdi. Təqribən 17 nəfərdən artıq öz yaxınını, əzini və silahdaşlarını itirdi ki, 70 nəfərdən ibarətdir, bilirsiniz. Və bütün bunlar, mən baxıram, görürəm ki, doğrudan da bu əsl qalibiyyətdir ki, bugün dünya onlardan danışır. Nə qədər biz şəhidlər vermişik, Allah bütün ölən şəhidlərə rəhmət eləsin. Amma mən görürəm ki, bəzən bir şəhid 50 il, 100 il, 150 il, 200 il, 500 il yaşayır. Amma Həzrət İmam Hüseyn və onunla bağlı həm canından keçən şəxslər 14 əsrdir, həm yaşayırlar, həm də insanları yaşatmaqdadırlar. Hər il çalışıram ki, Hüseynə zəvvar olam, bu eşq səfərinə qoşulam. Amma qocalıram, yaş öz sözünü deməyə başlayıb. Amma hər dəfə bu Məhərrəm ayı və bu eşq səfəri yaxınlaşanda sanki yenidən cavanlaşıram. Bütün ağrılarımı və problemlərimi unuduram. Salam olsun Hüseynə, Əlinin oğlu Hüseynə. Hüseynin övladlarına, onun səhabələrinə və qardaş Həzrət Abbasa. Gördüyünüz kimi işimiz burada baş verənləri yayımlamaq və insanları bu barədə məlumatlandırmaqdır. Artıq Kərbala şəhərinə çatmışdım və təxminən 300 kilometrə qədər yolu piyada gəlmişdim. İnsanlar müxtəlif dualar oxuyurlar. Kimsə ağlayır, kimsə heç danışmır, saatlarla bir yerdə durub nəsə düşünürdülər. Çox qəribə vəziyyətə düşmüşdüm. İşimi davam etdirib, burada yemək hazırlayanlardan birinə yaxınlaşdım. Heç özünü təqdim edə bilmədi. Qəlbimdəkiləri dilə gətirə bilmirəm, dedi. Amma mənə doğru. Çox dua etmişdim. Lakin bu dua həm məni sevindirdi, heç bilmirəm niyə, həm də yaman düşündürdü. Hər kəs Həzrəti Abbasa və qardaşı Həzrət Hüseynə məxsusi rituallarla salam verirlər. Mən də böyük İslam nəhənglərini salamladım. Maraqlı rituallar yenə də davam edirdi. Mən İrandan gəlmişəm. Əslən İranın Urmiya şəhərindənəm. Təbrizdə böyümüşəm, hal-hazırda Səhəng şəhərində yaşayıram. İmam Hüseynin görüşünə gəlmişəm. Bura həqiqi eşqin mərkəzidir. Hər kim ki aşiqdir, mütləq bura gələcək.
Gördüyünüz bu çay Kərbəlanın susuz tarixinin səbəbkarı Fərəd çayıdır. Ərəb rəvayətlərinə görə hər kəsin çətin problemləri olanda məktub halında onu çaya atırlar və gördüyünüz kimi çay məktubla doludur. Sizin hamınızı salamlayıram. Fəradın Kərbəla tarixindəki əhəmiyyəti Hüseynin qardaşı Həzrət Abbasın qəhrəmanlığı ilə yaddaşlarda iz qoyub. Hamı Fərad çayı barədə böyük ehtiramla danışırdı. Amma uzaqdan baxanda çayın ziyarətçiləri tərəfindən çirkləndirildiyini gördüm. Təəccübləndim. Səbəbini soruşanda izah elədilər ki, çayda gördükləri müxtəlif qablaşdırılmalarda olan məktublardır. Kərbəla şəhərində İmam Hüseynin ziyarət olunduğu yer, qardaşı Həzrət Abbasın ziyarətgahı ilə üzbəüzdür. Ziyarətgahların arasına Beynül Hərəmeyn deyilir. Gördüyünüz bu insanlar ziyarətçilərə belə xidmət edirlər. Burada yalnız Hüseynimə görəyəm. Bizim həyatımız bu nəhənglərindir. Bizim əvvəlimiz və axırımız olardı. Bu işi görürsən, bu iş bizə baş ucalığı gətirir. Mən İmam Hüseyni sevirəm, çünki onu Peyğəmbər də sevirdi. İmam Hüseyn İslama xatir hər şeyini qurban verdi. Onun oğulları və səhabələri gözünün qarşısında vəhşicəsinə qətlə yetirildi. Amma o bütün zülmlərə səbr etdi. Çünki o bilirdi ki, onların hamısı şəhiddir və Allah tərəfindən mükafatlandırılacaqlar. Salam əleykim. Londondan gəlmişik. Artıq bir neçə ildir ki, hər ərbəyində Hüseynin görüşünə gəlirik. Eşq səfəri karvanımız var. Amerika, Avropa və Afrikadan Hüseyn aşiqləri bizim karvanımıza qoşulublar. Səfər boyu Kərbəlanın həqiqətlərini dərk eləməyə çalışmışıq. Biraz diqqətli olsaz və tarixə nəzər yetirsəz, görərsiniz ki, bütün həqiqi inqilablar Kərbəla inqilabının bir hissəsidir. Həqiqi inqilabın dəyəri fərdi məqsədlər üçün deyil, ictimai zəmində olur. Buna da bariz nümunə Kərbəladır. Sevmək elə bir hissdir ki, bunu sözlə ifadə eləmək mümkün deyil. Dünyanın hər millətinin özünə məxsus emosionallığı var, sevgi tərzi var. Bunu başqa cür adlandırmaq düzgün deyil. Dua karo, dua karo, dua karo, dua karo ke zahur-e imam ho jaye, ye roz roz ka qissa tamam ho jaye. Həzrət Hüseyn və tərəfdarları susuz qalanda Fərad çarəsiz idi. Düşmənlər onun Hüseynə tərəf gedən yolunu bağlamışdılar. Allahın hikmətinə şükürlər olsun. Kərbəla inqilabında Hüseynin bacısı Zeynəbin qəhrəmanlığı böyük tarixi əhəmiyyətə malikdir. İnsanlara eşq inqilabını məhz xanım Zeynəb özünə məxsus çıxışları ilə çatdırıb. O bütün insanlara əsl mübariz xanım nümunəsini göstərib. İmam Hüseyin ziyarət eləmək, İmam Hüseyin kim olmağına, Peyğəmbərin qızının. Biz İmam Hüseyni ziyarətə gəlmişik. İmam Hüseyin kimdir? Peyğəmbərlərin sonuncusu Məhəmməd Peyğəmbərin nəvəsi. O, Peyğəmbərin qucağında böyüyüb.
və Peyğəmbərdən həyatı öyrənib. Peyğəmbər özü deyib, Hüseyn məndəndir, mən də Hüseynnənəm. Salam, mənim adım Davuddur. Birləşmiş Krallıqdan gəlmişəm. Kərbəlaya ilk səfərimdir. Kərbəlanın ziyarəti haqqında eşitmişdim. Amma şahidi olanda çox həyəcanlandım. Bu hadisənin 40-cı günü, yəni Ərbəyin günü, insanlar bura daha çox səfər edirlər. Ərbəyin dua etmək və öz həqiqətini tanımaq üçün gözəl vaxtdır. Mənə sual verdilər ki, nə üçün hər gün Aşura, hər yer Kərbəla sözünü uca tutursunuz? Cavabında həmişə eyni sözləri deyirəm. Nə qədər ki, yaşadığımız zamanda insanlara zülm olunur, onların haqları əllərindən alınır və nə qədər ki, zülmlə mübarizə aparılır, bir o qədər də bu şüar uca tutulmalıdır. Zülm durduqca hər gün Aşura, hər yer Kərbəladır. Çox ölkələrdə səfərdə olmuşam. Səfərlərim bəzən işimə görə, bəzən istirahətim, bəzən də şəxsi məqsədlərimə görə olub. Bura gəlməkdə məqsədim mənəvi ehtiyacımdan doğur. Düşünürəm ki, mənəvi ehtiyaclarımın ödənilməsi hər şeydən üstündür. Buna görə də Amerikadan ailəmlə bir yerdə İmam Hüseyni ziyarət eləməyə gəlmişəm. Adım Həsən Əl-Müzəffərdir. Bismillahirrahmanirrahim. Mən bura Amerika Birləşmiş Ştatlarından niyə gəlmişəm? Amerikada çoxlu dinlər və yaşamaq üçün çoxlu dəyərlər var. Mən niyə Hüseyni seçdim? Niyə İslamı seçdim? Məqsəd nə idi? Bir cavabım var. İslamda nə varsa, Hüseyn inqilabında nə varsa, hamısı həqiqətdir. Yalan deyil. Adım Hüseyn Şəhriyardır. Vaşinqtondan gəlmişəm. İlk dəfə İslam barəsində Çağırış filmindən məlumat almışam. Məhəmməd Peyğəmbərin İslam uğrunda müharibələrinə diqqət yetirsəz, az döyüşçüsü olan ordunun özündən qat-qat çox döyüşçülər olan ordular üzərində qələbələrinin şahidi olarsınız. Kərbəla inqilabı bu müharibələri xatırladır. Bu mövzuda danışmaq mənə çox çətindir. Kərbəla hadisəsinə nəzər yetirsək, 72 nəfərin təxminən 30 minə yaxın döyüşçü ilə müharibəyə girdiyini görərik. Müharibənin nəticəsi hər kəsə əvvəldən məlum idi. Əgər hakimiyyət üçün idisə, bəs niyə 72 nəfərlə belə böyük ordunun qarşısına çıxmağı imam qəbul elədi? Məntiqlə düşünsən, bunun müharibə yox, etiraz olduğunu görmək olar. İmam Hüseyn Kərbəla hadisəsi ilə elə bir məktəbin əsasını qoydu ki, bu məktəb insana qiyamətə kimi mübarizliyi və həqiqi qanunlarla yaşamağa üstünlük verməyi öyrədir. Bağışlayan və mehriban Allahın adı ilə. Mən Pakistandan gəlmişəm. Kərbəlaya ikinci səfərimdir. Birinci dəfə səfərim piyada olmayıb. Bu il isə Kərbəlaya piyada gəldik. Piyada 3 gün yol gəldik. O yolu ki, Hüseyn də piyada gəlmişdi. Yolu piyada gəlmək bizim üçün çətin deyildi. Baxmayaraq ki, İmam Hüseynə çox çətin olmuşdu. Çünki yol boyu Hüseyn aşiqləri piyadalara ağla gəlməyən xidmətlər göstərirdilər. Qəlbimdən gələn bir söz var. Onu da deyim, fikrimi tamamlayım. Mən yalnız bunu demək istəyirəm. Ləbbeyk ya Hüseyn.
Ətrafımızda yaşayan və müsəlman olmayanların çoxu bizi ittiham eləyirlər. Deyirlər, niyə özünüzə əziyyət eləyirsiniz? Niyə istidə hicab bağlayırsınız? Ramazan ayında ac qalırsınız və s. İslam zahirən çətin görünə bilər. Etiraz eləmirəm. Amma həyatda çətin olmayan nə var ki? Əgər çətinlik Allahın qanunlarıdırsa, onu yaşamağa dəyər. Özünü Allahın qanunlarına qurban verənlər heç vaxt məğlub olmazlar. Bu mümkün deyil. Salam olsun Hüseynə, salam olsun Peyğəmbərə və onun pak əhli beytinə. Bu mənim Kərbəlaya ilk səfərim deyil. Hər il ərbəyində burada çoxlu insanlar imamı ziyarət eləməyə gəlirlər. Müxtəlif mədəniyyətlər Kərbəlada üzbəüz gəlirlər və bu mədəniyyətlərin özünə məxsus sevgi ritualları var. Əvvəllər bəzi şeyləri qəbul eləyə bilmirdim. İnsanların ifrata vardıqlarını düşünürdüm. Amma indi sevginin sərhədsiz olduğunu qəbul eləyirəm. İmam Hüseyn sərhədsiz sevginin gerçəkliyini Kərbəlada bütün dünyaya sübut elədi. Yollarını azmışlara həqiqəti anlatmaq üçün hər şeyini qurban verdi. Bugün də yollarını azmışlar kifayət qədər var və onlarla mübarizənin ən gözəl üsulu İmam Hüseyn ənənəsinə sadiqlikdir. Səfərim 11 gün oldu. Bu günlər ərzində baş verənlər mənim İslam barəsində həqiqi bilgilərə yiyələnməyimə səbəb oldu. Yol boyu müsahibə verə bilməyən insanlar da var idi. Bir neçə Məsihiyə yaxınlaşıb, Kərbəlaya getdiklərinin səbəbini soruşdum. Onlardan birinin dediyi bu sözlər heç vaxt mənim yadımdan çıxmaz. Hüseyn elə bir şəxsdir ki, onu sevmək üçün müsəlman olmaq vacib deyil. Əgər qəlbin varsa, mütləqdir ki, orada Hüseyn sevgisi də var. Çünki Hüseyn beynəlxalq mesajdır.